hörmətli təhsil işçiləri, əziz müəllimlər və dəyərli valideynlər, sizi səmimi qəlbdən salamlayıram və belə əhəmiyyətli bir konferansda çıxış etmək imkanı yaratdığınız üçün təşəkkürümü bildirirəm. Bugün bu kürsüdə olmaq mənim üçün xüsusi bir məsuliyyət və qürurdur. Çünki mən bu çıxışı yalnız müəllim mövqeyindən deyil, eyni zamanda uğurlu bir şagirdin valideyni kimi edirəm. Hər iki tərəfdən təhsil prosesini yaşamaq mənə məktəb, ailə əməkdaşlığının nə qədər həyati əhəmiyyət daşıdığını daha aydın göstərir. Bu iki məsuliyyətli rolu eyni anda daşımaq insana təhsilin bütün incəliklərini, çətinliklərini və eyni zamanda böyük imkanlarını daha dərindən dərk etməyə şərait yaradır. Müəllim kimi yaxşı bilirəm ki, sinif otağında verilən bilik, göstərilən səbir və zəhmət, valideyn dəstəyi ilə möhkəmlənmədikdə gözlənilən nəticəni tam vermir. Uşağın dərsə münasibəti, məsuliyyət hissi, özünə inamı və davranış mədəniyyəti ilk növbədə ailədə formalaşır. Məktəb isə bu təməli inkişaf etdirən, ona istiqamət verən əsas məkandır. Əgər ailədə qoyulan təməl sağlamdırsa, məktəbin işi daha səmərəli olur. Əks halda, müəllim təkcə bilik verməklə deyil, həm də boşluqları doldurmaqla məşğul olmaq məcburiyyətində qalır. Valideyn kimi isə mən müəllimin rolunu çox yaxından hiss etmişəm. Övladın uğurunda müəllimin verdiyi mənəvi dəstək, obyektiv yanaşma, vaxtında edilən xəbərdarlıq və düzgün motivasiya əvəzsizdir. Bu təkcə dərs nəticələrində deyil, uşağın həyata baxışında, gələcək hədəflərinin formalaşmasında öz əksini tapır. Bəzən bir müəllimin söylədiyi doğru söz, göstərdiyi diqqət və ya verdiyi inam uşağın taleyində dönüş nöqtəsinə çevrilə bilir. Valideyn olaraq bu təsirin gücünü görmək müəllim əməyinə hörmət hissini daha da artırır. Bugün cəmiyyət olaraq qarşılaşdığımız çağırışlar az deyil. Texnologiyanın sürətli inkişafı, informasiya axınının artması, sosial şəbəkələrin təsiri uşaqların düşüncə tərzinə ciddi şəkildə təsir göstərir. Uşaqlar bəzən düzgün filtrlənməmiş məlumatlar qarşısında qalır. Real dəyərlərlə virtual aləmin təsiri altında çaşqınlıq yaşayırlar. Belə bir şəraitdə məktəb və valideynin ayrı-ayrılıqda deyil, bircə, koordinasiyalı fəaliyyət göstərməsi zərurətə çevrilmişdir. Əks halda, bu boşluq uşaqlar üçün yanlış istiqamətlərə yol aça bilər və bu boşluğun sonradan doldurulması daha çətin olur. Valideyn-müəllim əməkdaşlığı formal xarakter daşımamalıdır. Bu əməkdaşlıq qarşılıqlı hörmət, açıq ünsiyyət və ortaq məsuliyyət üzərində qurulmalıdır. Valideyn məktəbin tələblərinə anlayışla yanaşmalı, müəllimin zəhmətinə dəyər verməlidir. Müəllim isə valideyni prosesdən kənarlaşdırmamalı, onu vətəndaş, onu tərəfdaş kimi görməlidir. Çünki hər iki tərəfin məqsədi eynidir. Sağlam, düşüncəli, savadlı və məsuliyyətli vətəndaş yetişdirmək. Bu məqsəd ətrafında birləşdikdə nəticə daha güclü və davamlı olur. Xüsusilə vurğulamaq istərdim ki, uğurlu şagird yüksək qiymət alan şagird demək deyil. Uğurlu şagird düşünməyi bacaran, məsuliyyət daşıyan, milli mənəvi dəyərlərə sadiq, cəmiyyətə faydalı olmağa çalışan bir şəxsiyyətdir. Bu keyfiyyətlərin formalaşması isə yalnız dərsliklərə deyil, ailə tərbiyəsi və müəllim nümunəsi ilə mümkün olur. Müəllimin davranışı, valideynin münasibəti uşağın şəxsiyyətində silinməz izlər buraxır və bu izlər onun gələcək həyat yolunu müəyyənləşdirir. Bəzən biz təhsildən danışanda yalnız rəqəmlərə, imtahan ballarına, statistikaya fokuslanırıq. Amma gəlin etiraf edək ki, bir uşağın böyüməsi laboratoriyada aparılan təcrübə deyil. O canlı, hər gün dəyişən, hər gün yeni bir sual doğuran bir prosesdir. Mən həm müəllim, həm də valideyn masasında oturan biri kimi görürəm ki, bizim ən böyük ehtiyacımız olan şey qarşılıqlı empatiyadır. Müəllim sinifə girəndə bəzən 20 fərqli ailənin, 20 fərqli problemin
və 20 fərqli xarakterin qarşısında dayanır. Valideyn isə evdə tək bir övladı ilə bəzən dil tapa bilməyəndə çarəni məktəbdə axtarır. Biz eyni yükün altında çiyin vermişik. Əgər müəllim yorulursa, valideyn ona dayaq olmalı. Valideyn çarəsiz qalırsa, müəllim ona işıq tutmalıdır. Biz bir-birimizin rəqibi deyil, eyni komandanın oyuncuları olduğumuzu unutmamalıyıq. Çünki uşaqlar bizim aramızda ən kiçik soyuqluğu və inamsızlığı dərhal hiss edirlər. Onlar bizim sözlərimizdən çox davranışlarımızı, bir-birimizə olan hörmətimizi nümunə götürürlər. Bugün biz Ordubanın ziyalı mühitində bu qədim elm və mədəniyyət ocağında yığışmışıqsa, bu təsadüfi deyil. Bizim regionun uşaqları zəhmətkeşliyi ilə seçilirlər. Amma bu zəhməti düzgün istiqamətə yönətmək üçün nəzarətdən çox müşahidəyə ehtiyacımız var. Uşağın dəftərini yoxlamaqdan daha önəmli olan onun daxili dünyasını yoxlamaqdır. O bugün məktəbdən kədərli qayıdıbsa, bunun səbəbi yalnız aldığı aşağı qiymət deyil, bəlkə də dostu ilə yaşadığı anlaşılmazlıq və ya özünü ifadə edə bilməmək qorxusudur. Bax, əməkdaşlıq burada başlayır. Müəllim o kədəri görüb valideynə xəbər verdilər. Valideyn isə qınamaq yerinə övladını dinləyib müəllimlə məsləhətləşəndə. Mən dərslərimdə və evdə övladlarımla ünsiyyətdə tez-tez bir şey müşahidə edirəm. Uşaqlar onlara mükəmməl olduğumuzu sübut etməyimizi istəmirlər. Onlar bizim səmimi olmağımızı, onlara inandığımızı görmək istəyirlər. Bəzən bir müəllimin mən sənə inanıram, sən onu bacaracaqsan deməsi ən bahalı repetitor dərslərindən daha təsirli olur. Eynilə bir valideynin müəllimin sənin üçün əlindən gələni edir, sən də ona kömək etməlisən deməsi məktəbə olan sevgini daha da artırır. Bu mənəvi bağları qurduğumuz zaman təhsil artıq bir məcburiyyət deyil, bir həyat tərzinə çevrilir. Biz uşaqlarımızı yalnız keçmişin uğurlarını daşımamalıyıq, həm də gələcəyin qeyri-müəyyənliyinə hazırlamalıyıq. Onlara tənqidi təfəkkürü, sual verməyi, ən əsası insan qalmağı öyrətməliyik. Məktəb, ailə ittifaqı sadəcə təşkilatı məsələ deyil. Bu bir uşağın ruhunu, gələcəyini qorumaq üçün qurulmuş bir qaladır. Bu qalanı nə qədər möhkəm tutsaq, cəmiyyətimiz də bir o qədər sarsılmaz olar. Valideyn kimi arzum budur ki, övladlarımız məktəbə inamla gəlsinlər, müəllimə güvənsinlər, özlərini təhlükəsiz, dəyərli hiss etsinlər. Müəllim kimi istəyir, valideynlərin məktəbi övladlarının inkişaf yolunda etibarlı bir tərəfdaş kimi qəbul etmələridir. Bu qarşılıqlı inam təhsilin ən güclü dayağıdır. İnam olan yerdə anlayış, anlayış olan yerdə uğur olur. Sonda bir daha vurğulamaq istəyirəm ki, hər bir uğurlu şagirdin arxasında təkcə bilik verən məktəb deyil, onu anlayan ailə, yol göstərən müəllim, ortaq məsuliyyət hissi dayanır. Bu üç sütundan biri zəiflədikdə bütöv sistem sarsılır. Amma bu birliyi qoruyub gücləndirdikcə biz təkcə savadlı şagirdlər deyil, sabahın vicdanlı, düşünən, vətəninə bağlı vətəndaşlarını yetişdirmiş oluruq. Gəlin unutmayaq ki, bugün sinif otaqlarında əyləşən uşaqlar sabah cəmiyyətin söz sahibi olacaqlar. Onların hansı dəyərlərlə formalaşması isə bugün bizim atdığımız addımlardan, quracağımız əməkdaşlıqdan, göstərəcəyimiz nümunədən asılıdır. Övladlarımızın gələcəyi naminə məsuliyyətli bölüşər, bir-birimizə dayaq olaq, eyni amal uğrunda birləşək. Çünki güclü təhsil güclü ailədən, güclü ailə isə güclü cəmiyyətdən başlayır. Diqqətinizə görə təşəkkür edir, konferansın işlə uğurlar dilərim. İndi isə